Buradan 5 metr keçərdi bura. Ya bizi çağırardı ora ki, gəlin zəhmət olmasa qapının ağzında söhbət eləyək. Hələ illərdir biz burada aksiya keçiririk. Bir dəfə olsun bir nümayəndə çıxıb bizim öz dərdimizi dinləməyibdir. Ancaq oradan kameraya çəkərək Yetaxaya, İlham Əliyevə göndərir ki, filan kəslər, bunlar sənin haqqında gəlib burada diktator deyir, sənin iç yüzünü açıb ortaya qoyur, sənin Azərbaycanda 30 illərdir törətdiyin cinayəti açırlar. Ancaq bunların işi su qalıqdır və Azərbaycanın neftini, qazını, pulunu, sərvətini Avropanın göbəyində oturub yeyərək öz qarınlarını yeşətməkdir. Necə ki, şərəfsiz məmurlar Azərbaycanda nəfəs ala bilmir artıq xalqın haqqını yeməkdən. Bunlar da həmçinin oturub burada hərəsi bir palastoku taxıb boynuna, o onların iti olsun ki, özlərini açsınlar bax bu bayrağın altından ki, o bayrağın üstündə qanı tökülən, canı tökülən, özlərini şəhid verən, şəhid ailələrini təhqir eləyirlər, qaziləri bu günlərim süründürürlər. Tərtərdə 1767 dənə əskərə işgəncə verdilər, zorladılar, bir-birlərinin başına bövl elətdirdilər, bağırsaqlarına tros saldılar. İkinci Qarabağ müharibəsində İlham Əliyev 110-dan yuxarı qazini o həddə çatdırdı ki, artıq onlar dözə bilmədilər və intihar elədilər, özlərini dövlət qurumlarının qarşısında yandırdılar. Buna məhəl qoymayaraq onların hələ də işləri həll olunmur. Hələ də Tərtər cinayəti bağlı qalıbdır. Tərtər cinayətində ələ olan Vilayət Eyvazov və digərlərini hamısına orden verirlər, vəzifələrini yüksəldirlər. Bu qədər cinayətlərə göz yummaq olmaz. Bəs deyil daha, indi də siyasi məhbusları ki, həbs eləmirsən bu qədər, bəs deyil onların xanımlarına əl uzadırsan. Özgür yorma, yaxşı edən bu deyil. Ürəyim doludur, Allah bunlara lənət eləsin. Mən deməyim budur ki, İlham Əliyev, bəsdir Mehribanın yutqasının altına gizləndiyin, əgər kişisənsə, sözün varsa, ədalətli bir insansansa, bu boyda Avropa görür ki, illərdir sənin vətəndaşın gəlir burada sənin üçün haqq tələb eləyir. İnsanların azadlığını istəyir. Nəyə görə şərlənib həbs etdiklərini soruşur. Bir nəfər nümayəndə qarşımıza çıxıb hələ də bizə heç bir məlumat verməyib. Çünki özləri öz cinayətlərini bilirlər və özləri də Avropaya sübut eləyirlər ki, biz diktatoruz. Çünki öz vətəndaşımız illərdir gəlib burada səslərini çıxardırlar. Biz onlara cavab vermirik. Öz diktatorluqların bu cürə göstərirlər. Belə yığırlar ora, 5-10 manat salırlar içəri, hərəsindən 100 manat, 200 manat pul açıb, rüşvətlə işlərini həll eləyirlər buradakı bəzi Azərbaycanlıların. Orada yuxarıda da oturan məmurlar kalastokun belə genəldərək öz keflərini sürürlər. Necə ki, Azərbaycanda o məmurlar öz keflərini sürürlər. Polisləri, bu qardaşların, bu gördüyünüz şəkildəki qardaşların üstünə salıbdır. Ondan sonra Azərbaycan'a qeydlərə verir. Bu şərəfsizlər, Vilayət Eyvazov və digərləri, Azərbaycan bütün polis sistemini, vəzifəli şəxsləri xalqın üzərinə salaraq xalqı tapdalayır. O həddə çatıb ki, bu şərəfsizlər artıq qadınlarımıza əl uzadırlar, xanımlarımızı həbs eləyirlər. Gənc haqqı deyən, bunların problemlərini, bunların iç yüzlərini ortaya açıb qoyan, cinayətlərini açıb ortaya qoyan, bunların rüşvətlərini açıb ortaya qoyan gənc jurnalistlərimizi həbs eləyirlər və əlavə yolda gedən bir xanımın qarşısını kəsərək, onu zorla polis maşınına basaraq, mülki geyimdə 14-cü polis bölməsinə apararaq ona zor tətbiq eləyirlər, ona qarşı zorakılıq eləyirlər. Bu, Azərbaycan xalqının namusuna və qeyriyyətinə əl atmaq deməkdir. İlham Əliyev, sən elə başa düşürsən ki, sən özün fikirləşirsən ki, öz qızına və arvadına, yaxın qohum əqrəbənə necə qeyriyyətsizcəsinə davranırsan ki, indi də Azərbaycan xalqına sən qeyriyyətsizcə davranmaq istəyirsən. Xeyr, belə deyil. Sənin evindəki qeyriyyətsizlik Azərbaycan xalqına aid deyil. O qeyriyyətsizliyi özünə və öz ətrafında olan boyunyoğun, bax oradan telefona çəkib içəri gedən boyunyoğun məmurlarına aiddir ki, Azərbaycan xalqının qeyriyyətini heç vaxt əl uzada bilmərsən, Azərbaycan xalqı o əli kəsib mülayim yerinə yerləşdirəcək. Gec olmayacaq bu.
tez bir zamanda baş verəcək. Necə ki, hüquqi müstəvidə uzun illərdir biz istəyirik sizlə yola gedək, haqqa gələsiz, bizlə yola gedəsiz, siz getmirsiniz. Yunus Səfərov kimi Azərbaycan qəhrəmanı, onlar kimi Azərbaycanda yüzlərlə oğlanlar var. Bir hamımızın başına silahı dayayıb sizin dizinizi yerə qoyacaq. Çünki siz Azərbaycan xalqını buna məcbur eləyirsiniz. Şərəfsizlər.